Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün mart ayının 12-si, həftənin çərşənbə günüdür və bu dəqiqə olan bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Belə ki, ABŞ nümayəndə heyəti və Ukrayna nümayəndələri arasında Səudiyyə Ərəbistanında baş tutan görüş nəticəli olub və demək olar ki, atəşkəslə bağlı Ukrayna tərəfi razılaşıb. Hətta bəzi açıqlamalarda o da qeyd olunur ki, ağır kompromislər şərti ilə razılaşıb Ukrayna danışıqları. Bundan bağlı ilə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü də açıqlama yayıb. Demək, Qriqori Tixi Kiyevin qəbul etdiyi ağır kompromislərin danışıqlarda iştirak edən nümayəndələrin yorğunluğu ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə danışıqlar 8 saatdan çox davam edib. Son saatlarda artıq yorğunluğun hiss olunduğu halda çıxılmaz vəziyyətdən çıxış yolu və hətta ağır kompromislər tapmaq mümkün oldu. Bu anda iradə və xarakter gücünə dayanan tərəf qalib gəlir. Eyni zamanda emosiyalara nəzarət etmək də vacibdir. Görüşdən əvvəlki günlərdə bu əsas vəzifə idi və hesab edirəm ki, biz onun öhdəsindən gəldik deyə Tixi bildirib. Tixi həm də onu da qeyd edib ki, atəşkəs razılığına şəxsən Ukrayna prezidenti Zelenskinin razılığı ilə demək bu əldə olunub və danışıqlara məsafədən elə Zelenski özü rəhbərlik edib. Amma bu ağır kompromislər nədən ibarətdir? Bununla bağlı Tixi heç bir məlumat verməyib.